Müsəlman şərqində ilk parlament respublikanın Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük bir hadisə kimi tarixə düşdü. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması olduqca mürəkkəb tarixi şəraitdə daxili və beynəlxalq vəziyyətin gərgin bir dövründə baş verdi. Belə ki, mayın 26-sında Zaqafqaziya Seyminin sonuncu iclası keçirildi. Nəticədə Gürcü nümayəndələri Seymdən çıxdı, Gürcüstanın müstəqilliyini elan etdilər. Gürcü fraksiyası Zaqafqaziya Respublikasının dağılmasının bütün günahını müsəlman fraksiyasının üzərinə yıxdı. Güya müsəlman fraksiyası türkpərəst mövqe tutduğu üçün gürcülər onlarla bir seymdə fəaliyyət göstərə bilməzlər. Bunu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov deyib. Tarixçiyə görə Zaqafqaziya Seyminin üzvü Şəfi bəy Rüstəmbəyli Gürcü fraksiyasının gətirdiyi bu arqumentləri qətiyyətlə rədd edərək qeyd edirdi. Hesab edilir ki, Zaqafqaziya bircə siyasi mövcudluğunun iki mürəkkəb və məsuliyyətli anında ayrılmaq üçün tutarlı və obyektiv əsaslar yoxdur və burada Gürcü nümayəndələri tərəfindən irəli sürülən amillər az inandırıcıdır. Mayın 27-sində isə Seymin müsəlman fraksiyası yaranmış vəziyyətin ciddiliyi nəzərə alaraq fövqəladə iclas çağırdı. Uzun müzakirələrdən sonra müvəqqəti Milli Şura yaratmaq qərarına alındı. Müsavat Partiyasının təşrifi ilə Məmməd Əmin Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri, Həsən bəy Ağayev İlsən sədrin müavini seçildi. Müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın 9 nəfərdən ibarət icraiyyə orqanı yaradıldı. Fətəl Xanxoyski İcarə Komitəsinin sədri seçildi. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycan dövlət müstəqilliyi haqqında istiqlal bəyannaməsini qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət istiqlal bəyannaməsi yaxud da Misaq-ı Milli Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi. 2 nəfər Sultan Məcid Qənizadə və Cəfər bəy Axundov bitərəf qaldı. Tarixçi alimin sözlərinə görə beləliklə Azərbaycan dövlətçiliyi tarixində ilk konstitusiya aktı istiqlal bəyannaməsi qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edilmiş, onun hakimiyyətinin şamil olunduğu ərazilərin hüdudları müəyyənləşdirilmişdi. Həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bununla Azərbaycan Cümhuriyyətini yaradan şəxslər başda Məmməd Əmin Rəsulzadə olmaqla Azərbaycan türklərinin şərəfini xilas etdilər. Rəsulzadə 1925-ci ildə İstanbulda oxuduğu mühazirələr zamanı qeyd etmişdi. Rusiya idarəsindəki müsəlmanlara türk dedirtmək indi artıq qazanılmış bir davadır. Yalnız Türk kəlməsi deyil, Azərbaycan adı da qazanılmışdır. O zaman Azərbaycanlılara qarşı Rus sarizmin ədalətsiz siyasətini açıqlayan Rəsulzadə qeyd edirdi ki, Qafqazda bir müsəlmanın Türkistanda mülk almasına yasaq qoyulmuşdu. Halbuki Rusiyanın ən hüquqsuz və zavallı bir məxluqunu təşkil edən Yəhudi belə bir haqqından məhrum deyildi. Bütün bu tədbirlərə Rusiya hökumətinin bir məqsədi var idi ki, özünün inanmadığı Türk məmləkətinin inkişafına tərəqqi verməmək.